Ayrı. Hə. Bunun adı gedir Python batch statement. Elə gedir termin olaraq. Çoxlu if, elif, else yazmaq əvəzinə daha səliqəli böyük layihələrdə bundan istifadə olunur. Yəni qısaca belə gedir də. Dəyər hansıdırsa ona kodu işə sal. Bunu götürürəm. Bax, indi bir dənə şeyə diqqət eləyək. Əsas məsələ nədir burada? Bir dənə strukturu götürək. Strukturu götürək. Sintaksi bilmək vacibdir. Hələ ki, bağlayaq. Sintaks budur. Yəni nədir? Match yazırsan, yəni match statement olaraq bildirir ki, bunun qarşısında olan dəyər ya budur, ya budur. Bu formada və kodlarda bura yazırıq. Bu əslində strukturdur. Yəni bu kod işləməyəcək. Bir dənə yorum alıram. Bu yadda qalır. Sonra gəlirəm buradan normal nümunəni götürürəm. Bax bunu. İndi nəyə diqqət eləmək lazımdır? Ola bilər ki, məsəl üçün içinizdə elə bir insan olacaq ki, bunu çox xoşu gələcək. Deyəcək ki, mən if-i ümumiyyətlə çox azaldacağam, əsasən bundan işlədəcəm. Amma məsləhət görürəm ki, ikisində biləsiz və situasiyaya uyğun seçim eləyəsiniz. Ancaq bundan ya ancaq if-else eləmək düzgün deyil. Yəni elə yer var, bu yaxşıdır, elə yer var, o yaxşıdır. Buna görə də gəlirəm bura, atıram bu kodu bura. Bax belə. Buraya burada nə səhvimiz var yenə bizə. Bu artıq düşüb. Deməli, deyir ki, bax bir dəyişən var. Dəyişən dəyər var. Əsasən, ümumiyyətlə, match statementin istifadə olunduğu yer nədir? Konkret bir dəyərləri var. Məsələn, deyir ki, deyib 1-dirsə, bunu çıxar. Konkret bir şeydə, məsələn, budursa bunu ver, budursa bunu ver. Necə ki, Excel-də if var idi, deyirdin ki, məsələn, filan şey isə filan şeyi ver. Yəni, konkret. Bir var, ümumi, məsələn, aralıq. Deyirsən ki, 18 ilə 65-in arasıdırsa, bu kimi şeylərdə if, else yaxşıdır, amma yəni, onda da işlədə bilərsiniz. Burada necə yazılır? Deməli, match, sintaksə fikir verin və dəyişənin adı. Hansı ki, bu dəyişəni yoxlayacaqsan. Sonra case söz yazılır. Case'dən sonra deyirsən ki, bax, bu deyil. İçindəki dəyər budursa, mənə bu kodları icra elə. Bunun altından yenə mən nə edə bilərəm? Əlavə kodlar yaza bilərəm. Şərt odur ki, elə bir dənə print yazım, tutar. Fərqi yoxdur. Alt-alta, bax, amma bir cərgə ilə yazaram. Əgər bunlar nə zaman icra olunacaq, deyin içərisindəki data 1-ə bərabərdirsə. İndi mən sizə sual verirəm. Belə olsa, qəbuldur yoxsa yox? Bu məncə qəbuldur. Şey fərqlidir axı. Deyil. Belə olsa, Qəbuldur. Belə olsa ola bilər. Fikir verirsiniz 2 dəfə bazar edəsi çıxdı. Yəni mən belə çıxır ki, bura 200 sətr kod yazaram. Tez 2-yə qədər də. Artıq burada yazılanların heç biri işləmədi. Sadəcə yəni şərt harda ödəndi, burada ödəndi. Deyə bilərsiniz ki, burada da ödənsən olacaq, burada da ödənsən olacaq. Yenə də əsas üstünlük verəcək yuxarısındakına. Yəni, məsələn, orada 2 dənə print yazmışsınız. Məsələn, bazar ertəsi, bazar ertəsi. O, məsələn, aşağıdakı printin yerinə if nəzərlə belə bir şey yazmaq olur. Yoxsa o... Yəni, belə yaz. Hökmən print olmalıdır, yəni onu demək istəyirəm. Yox, printin əvəzini yazırsan ki, məsəl üçün də, deyirsən ki, hətta belə bir şey deyirsən. Deyirsən ki, day bərabərdir 8. Sonradan götürdüm, day-in dəyərini dəyişdim. Yəni, nə yazsan icra olunacaq demək. Düzdür, bazar ertəsi yazdı. Sonra aşağıda gəlirəm. Belə. Print. İndi baxaq. 8. Nəyin cavabı olduğunu da bilmirik. Ona görə yenə debugdan istifadə edirəm. Debug printindən istifadə edirəm.
D8 amma D nə idi? D1 idi. Mən harda dəyişdim onu? Burada dəyişdim. Yəni bura alt-alta yazdığımız bütün kodlar icra olunacaq. Hansı şərtdə? Case 1. Yəni D-in içərisindəki dəyər 1-dirsə. D isə keçir ikinciyə. İkinciyə baxır. Əgər D-in içərisindəki 2-dirsə, götürəcək buradakı kodları icra edəcək. Hara qədər? Case 3-ə qədər. Yəni istəyirsən burada 100 sətr kod yaz, 1000 sətr kod yaz. Hamısını icra edəcək. Çünki biz icazə veririk. Deyirik ki, şərt budur. D-in içərisindəki rəqəm 2-dirsə, gir burada nə görsən icra et. Yəni bu print yenə həmişə deyirəm bu sözü. Bu nümunədir ki, yəni bizə göstərsin ki, həqiqətən də bura işlədi deməkdir. İndi yaxşı, mən D deyirəm ki, məsələn 3 olacaq, baxaq. Çıxdı çərşənbə axşamı D3. D3-ü də özümüz çıxartdıq. Çərşənbə daha doğrusu. 3-dən yazmışıq çərşənbə. Bu formada konkret dəyərlər. Konkret üçün əslində bu çox yaxşıdır. Bunda daha yaxşı görsənir. Bir də bax bunun belə bir hissəsi var. Case məsələn 7, case. İndi yaxşı biz bilirik ki, həftənin 7 günü var. Yəni bu 7 rəqəmdən biri olmalıdır. Yerdə qalan yazsa, məsələn 8 yazdı, hərf yazdı, 0 yazdı. Orada mən nə verim? Orada bunu əlavə edirsiniz. Bax gəldik bura. Yoxsa bununla eyni hizada. Bu nədir? Bu sintaksis S qaytarır, elə bil. Sintaks, yəni bu 7 rəqəmdən biri olmasa, 7 rəqəm olsa bunlar verəcək. Bundan başqa nə olsa, hərf ola bilər, nə bilim 1 milyon yaza bilərsən, mənfi yaza bilərsən, onun hamısında bunu verəcək. Yəni else-dir də, bu if-in else necə də, bu da case-in match statement-inin else-dir. Əks halda. Bunlar eliflərdir, bax hazırda elif. Bax bu elə bir ki if-dir. Belə nəzərdə saxlayın. Bura qədər if-dir. Bunlar eliflərdir hamısı. Bu da else. Else necə yazılır? Case boşluq, bir dənə alt bir də qoşun nöqtə. Yaxşı, şimdi yoxlayaq. Məsələn deyirəm ki 8 olsa yanlış gün. 0 olsa yenə yanlış gün. Hərflər yazıram, amma dırnaqda olmalıdır. Sırazı vizual kod bizi göstərir. Nə deyir? 2 dənə dırnaq qoymuşam. Baxaq. Yanlış gün. Yəni bura ancaq vaxt fikir verirsiniz, nə yazmalıyıq? 7 rəqəmdən birini yazmalıyıq. Bu cür situasiyalarda match statement çox gözəl bir üsuldur. Bu match SQL-də də eyni məntiqdir. Nə ilə? SQL-də deyirəm. Match Excel-də də var. Deyəsən olmalıdır. Görmüşdüm oradasa. Yox, match orada indeksi qaytarırdı. Əslində burada da indeks kimidir, amma yəni tam olaraq o deyirlər. Burada deyir ki, burada deyir ki, deyir bu əsasən switch case. Excel-də switch case-lə düzgün gəlir. Orada case var, switch case. Və yaxud da ifs. Onunla uyğun gəlir ki, yəni budursa bunu ver, budursa bunu ver. Söhbət verdən də getmir. Deyə bilərsən ki, məsələn D 10-a bərabərdirsə get filan kodları icra elə. D 5-ə bərabərdirsə get filan kodları icra elə. Hamısına ayrı bir ssenari yaza bilərsən. Amma bax görürsün nə yazıb. Default else kimi işləyir alt dirək. Gördünüz bunu? Yaxşı. Bəs deyək ki, bizə deyilir ki, bax belə, bura gəlirəm. Deyilir ki, bunu silirəm, bax bunun hamısını siləyib baxışır. Deyir ki, şərt budur. 1, 2, 3, 4, 5-dirsə həftə içi çıxart. 6, 7-dirsə çıxardırsan həftə sonu print edirsən, yəni qalanları da yazsan səhv. Belə yazırsan. Bu necə deyək? Yəni köməkləşək yazaq. Deməli deyil bərabərdir. Olsun 1. Hə, nə yazmalıyım? Match statement necə istifadə edirəm? Match. Sonra dəyişənin adı düzdür. Düşdüm aşağı. Case. Qoşa nöqtə. Qarşısına nə yazıram?
1 məsələn. 1. İndi mən bunu bu 5 dənəsinə eyni dəyər çıxardacam da. Mən ona hər dəfə yazmalıyam case 1, case 2, case 3. Təkrarçılığa yol verməmək üçün deyir ki, Python deyir ki, mən sənə icazə verirəm. Gəlsən bir dənə belə bir xətt qoyursan, bax bu xətti. Düz xətti qoyursan. Düzdür. Burada bizə icazə verir. Prosta biz bunu istifadə edəndə case'in boşa nöqtəsi olmamalıdır. Ona görə bizə xəta verir. Sənə deyir ki, mən icazə verirəm ki, sən birdən çox dəyərə eyni sözü çıxar, eyni kodları işlədəsən. Həm 1-ə, həm 2-yə, həm 3-ə, həm 4, 5 istəyirsənsə, onu da belə yazırsan. Ki, yenə bu düz xəttdən istifadə edin. 3. Yəni, boşluqla qoyanda daha səliqəli oxunan. Kəndi əvəzləyir də elə bir şey matchda. Oru. Orada, yəni deyirsən ki, ya 1-dir, ya 2-dir, ya 3-dür, ya 4-dür, ya 5-dir. Burada nə edirsən? Hansı kodu işə salacaqsan? Deyəcəksən Dəftər ki, içi. Print dəftər içi. 2. Düzdür. Bunu yazdıq. Sonra düşdük aşağı. Gəldim yenə case-lə eyni hizaya. Yazdım case. Yenə nə qaldı yerdə? 7, 6 və ya gedir burada. Və ya. Düşdüm bura. Print. Həftə son. Belə. Amma yenə də məsələn 8 yaza bilər, hərf yaza bilər, məsələn başqa bir şey yaza bilər. Onun üçün necə edirəm? Case boşluq altdan xətt. Boşluqda altdan xətt, boşa nöqtə. Boşa nöqtə. Düşdüm aşağı. Buradan da belə yazıram. İndi yoxlayaq. Nə deyir? Həftə içi aldı. Həftə sonu. Kodumu yoxlayıram. Görüm həqiqətən də işləyir hamısını. Deməli, bu formada bir neçə dəyəri də sən eyni kodları icra elətdirə bilərsən. Söhbət yenə printdən getmir. Yəni, əgər deyin içərisindəki dəyər bunlardan biridirsə, mən buradakı kodları icra edəcəm. Yox, onlardan bu ikisindən biridirsə, onda bunu icra edəcəm. Onlar da deyilsə, heç biri deyilsə, bunu çıxardacam. Yazdım 10. Bu da belə səhv. Bunu başa düşdünüz. Hamıya aydındır. Çətin bir şey yoxdur. Sadəcə əlinizə öyrəşdirməsi biraz. Biz indi deyək ki, bax, belə bir şey. Bizə belə bir şərt verirlər. Deyir ki, əgər əlavə şərt də verir, deyil. Həftə içi, həftə sonu. Amma bir dənə də şərt var. Əgər burada yazır ki, months və ya da ay yazır. Ay bərabərdir 3 olarsa, yazaq ki, martın həftə içi. Yox, əgər ay bərabərdir 4, aprelin həftə içi və ya da həftə sonu. Bunu necə edək yaxşı? Burada gəlirəm bura. Yazıram if. Bunun adı nə gedir? If guard gedir. Burada görə bax burada görürsüz if guard. Əlavə şərt deməkdir. Burada mən şərtimi yazıram. Deyirəm ki, hələ qoşu nöqtəyə qədər də deyirəm ki, ay 2 bərabərdir, yazaq 3-ə. 3, yəni 2 bərabər 3-dürsə əgər, onda burada yazırıq martın həftə içi. Bir dənə də bax, bundan bir dənə də kopyalayıram. Gətirəm, atıram bura. Bunları eyni hizaya gətirək belə. Ay bərabərdirsə 4. Neçənin? Hansı ayın? Aprelin həftə içi. Hələ buranı yoxlamaq istəyirəm. Burada eləyə bilərəm də eyni şeyi if ataram. 3-ə bərabərdir. Amma çox da işimizi uzatmayaq. Burada yazıram məsələn 5. Bax. Nə deyir? Martın həftə içi. Bu 4 olsa aprelin həftə içi. Gördünüz? Deməli, bu or-la işlədəndən sonra siz bura bir dənə if guard əlavə edə bilərsiniz. Belə əlavə ikinci bir şərtdə
yaza bilərsiniz. Və hamısına təbii ki, bir şey bunu əlavə elədiksə, bu hamısına əlavə olmalıdır. Yəni məntiqlə. Axırda da case tapılmadı. Match və elif, if elif fərqi nədir? Ümumiyyətlə biz əvvəldə də vurğuladıq. Dedik ki, əgər konkret dəyərlərdirsə, bunu if nə eləmək əvəzinə daha yaxşı olar match nə eləmək. Daha oxunaqlıdır, daha rahat yazılışı var. Aydındır, daha təmiz görünür. Yəni xüsusi seçimlər, yəni 1-dirsə, 2-dirsə. Məsələn, heç 1-2 qoyduq qırağa. Deyir ki, Elvin-dirsə denən əla, 50-dirsə denən super. Yəni konkret deyir ki, budursa budur. Yəni şey yoxdur da, geniş spektrli deyil. Konkret dəyərlər. Yəni bizdə bax fikir versiniz 1-dirsə bazar ertəsi. Yəni, əlimizdə konkret data var. Hə, burada yenə bax fikir versəniz görəcəksiniz. Yəni burada real həyat nümunəsi role, admin. Admin-dirsə əgər nə verir? Tam giriş icazəsi. User-dirsə standart istifadəçi. Guest-dirsə qonaq rejim. Fikir versiniz, yəni başqa bir şey yazsa, yəni konkretdir. Yəni biz if-ə baxanda belə şeylərlə az istifadə eləmişik. Bunun match statement-də daha yaxşıdır. Match yalnız bir dəfə yoxlanılır. Uyğun gələn case ilk case işləyir. Yəni sən 4 dənə case yazırsan, onun birincisi uyğundursa və üçüncüsü də uyğundursa, hansı işləyəcək? Birincisi işləyəcək. Bunu bilmək vacibdir. Bu alt tray, yəni else əvəzi, default else həmişə axırda olmalıdır, ən axırda. Bu bir düz xətt or deməkdir. If əlavə şərt üçündür və if core adlanır. Deməli, yeni başlayanlar hansı səhvləri edir? Bunu əvvəllərdə, ortalarda falan yazır. Yəni, əslində, else ümumiyyətlə axırda yazılmalı. Bu da else-də match statement else-dir. Case-lərdə qoşan nöqtəni unutdular. Case-də, bax, ümumiyyətlə, bax, burada görürsünüz qoşan nöqtə. Onun axırında case yazdınsa, axıra qədər nə yazırsan, axırda qoşan nöqtə qoyursan. Bunu unutmaq xəta verir. Sonra match-i if kimi düşünmək. If kimi düşünmək burada if-i əvəz eləyə bilərsən. Amma bir dənə məsələ var ki, sən bunu if-in strukturu, sintaksi başqa cürdür. Bunda başqadır. Sən bunu yaxşı bilməsən və if-lə bunu müqayisə eləmək əvəzinə, əgər konkret dəyərlərdirsə match işlədirsən, amma aralıq falandırsa, görürsən ki, bunu match eləmək uyğun gəlməyəcək də daha qarışıq olacaq. Ümumiyyətlə, heç bu özü bax, match-ə uyğun gələn bir yəni eləyə bilərsən, problem deyil. Bunu sənə heç kimsə tutmaz. Sadəcə bu if-lə, yəni if-in kodudur da bu. Elə bir ki, match burada if-in çörəyinə bais olub, belə deyə başa düşəsiniz. Bu cür kodlar daha geniş, daha çox şərtli. Görsən ki, bir dənə bu kodu işlətmək üçün həm 1-dən 5-ə qədər olmalıdır. Həm də if-in burada indi mən məcbur qaldım. Baxın, fikir verin. Match belə deyim də if-ə protivdir. If-in alternativi dərsində, rəqibdir. Amma match nədir? Məcbur qaldı if-dən istifadə elədi. Bu düzgün sintaksisdir. Sadəcə çarəsizlikdən öz rəqibindən belə yadda saxlayan, rəqibinə müraciət edir ki, gəl sən də kömək elə mənə. Ona görə bunu belə yox. Amma desə ki, 1-dirsə bazar etsə, 2-dirsə, bu kimi şeylərdə match idealdır. Bunu yadda saxlayaq. Beləsə ki, fərqləri odur ki, əsas fərqi if daha fleksibeldir, yəni variantları çoxdur, daha geniş yazmaq olar. O birisi daha sadədir, yəni çox bir geniş yazmaq uyğun gəlmir. Ümumiyyətlə, bax, belə deyim, yadda saxlayın. Match, əgər if-in içərisində, if else-in içərisində sənin bir 10-15 dənə elifin varsa, match statement daha yaxşıdır. Belə yadda saxlayın. Sonra, konkret dəyərlər. Deyirdi ki, məsəl üçün də, stəkandırsa denən çay. Nə bilim, qabdırsa denən yemək. Konkret sən deyir ki, budursa bunu verir. Belə deyirsə, hə, onda match. Amma yox, deyir ki, məsələn, yaşı 18-dən yuxarıdırsa. 18-dən yuxarı 20-də ola bilər, 30-da ola bilər, 40-da ola bilər. Yəni, burada çox data var da, bir deyil. Desə ki, 18-də denən cavan, hə, bilirəm ki, konkret 18-də cavan. 19-a başqa şey, 20-yə başqa şey. Bu match-in işidir. Amma desə ki, 18-dən yuxarılara denən ki, sən gəncsən, bu if-in işidir. Görürsünüz, belə. Match daha konkret, spesifik dəyərlər və elifləri azaltmaq üçün. Yəni, elif yazırsan, onu daha oxunaqlı eləmək üçün match-dən istifadə olunur.
Məsələn, aralıq. Deyək ki, siz match sevdiniz, dediniz ki, mən ümumiyyətlə if ES-ə tövbə eləmək istəyirəm. Mən aralıq yazmaq istəyirəm. Yəni məsələn 10-dan 25 arası. Onu necə yazırıq? Orada biz yəni if kartdan istifadə edəcəyik. Amma başqa formada. Hansı formada göstərim. Deməli, bunu elə buranı sən silək. Bizə indi başqa cür şərt olsun da. Məsələn, burada yazaq ki, 1, 18, 1, 10 uşaq 11, 20 nə gedir? Yeni yetmə. Bunları hələ bunu düzəltməyə çalışaq və aralıqla 1-dən 10-a qədər, 11-dən 20-yə qədər. Bunu necə yazım? Burada alt treni burada istifadə edirəm. Sintaks cürü dəyişdim. Burada if yazıram və ifin qarşısında həmin deyil nəyin aralığında olmalıdır onu yazıram. Deyirəm ki 1 lap belə yazaq da 0 böyükdür deyil və nədən balaca olmalıdır 10-dan. 11 yazaq da. Belə olan halda boşa nöqtəni qoydum, düşdüm bu. Print körpə və yaxud da uşaq yazdıq. Düzdür. Bax, sintaksda baxın. Alt-3, if. Bax. Görürsünüz, alt-3. Alt-3 əslində nə idi? Nəyə əvəz edirdi? Else. Else-də. Axırda biz yazırdıq ki, bax, burada baxaq. Görürsən, belə. Amma əgər aralıqdırsa, yəni range deyirdilər də, diapazon. Ondan, belə yaza bilməzsən. 10-dan 20, 10-25. Onu belə yazırsan, bu formada. Bunu biz keçmişik usta. Biz if keçəndə bunu keçmişdik. Elə bir if-i də yazırsan bura. Qabağından həmin aralığı yazırsan. Case'in bir dənə, bax, case ilə if-in arasını bir dənə alt-3 atırsan. Bu da bir sintaksisdir. İndi bundan bir dənə də belə kopyalayıram. Düşürəm bura, bir dənə atdım bura. Burada nə yazıram? Deyirəm ki, 10-dan böyük, bax, 10-dan böyük, 21-dən balaca. Düzdür. Sonra bax, belə bir şey yazıram. Düşürəm aşağı. Deyirəm ki, case. Mən bilirəm ki, case necə idi? Boşluq, alt-3, boşa nöqtə. Düzdür. Yəni, qalan hallarda print bilmirəm. Belə bir şey yazaq. Güəşi bilmirəm. Hə, belə. Bu da bunun e'si oldu. Yəni, bu iki aralıqda bunu versin. Bu aralıqda körpəni versin. Bu körpə olmasın da, bu olsun. Yeni yetmə. Belə. İndi baxaq. Day vermişik burada. Olsun. Aslında biz age verməliydik. Day 5-dir. Görək hansını verəcək. Körpə. 15-dirsə verdiyi yeni yetmə. 35-dirsə 20. Deməli, aralıqdan necə istifadə? Fikir versiniz. Case boşluq. Elə bir if ilə case rəqibdirlər. Bunların arasında bir dənə belə bir şey qoyursan, deyirsən ki, mən if-dən istifadə eləməliyəm, amma case-i sevirəm deyə belə bir şey elədim. Bunların ikisinin belə müqayisəsi, rəqabəti kimi də yadda saxlaya bilərsiniz. Aralarında boşluqlar var, bir də alt-3 var. Alt-3. Belə deyək. Elə bir ki, case burada artıqdır. Əslində şərt necə yazmalıydı? Belə yazılmalıydı. Bunun aşağısında print olmalıydı belə. Məcbur biz case-dən istifadə eləmişik deyə bu formada olacaq. Alt-3 deməli hansında oldu? Else-də oldu. Bir də range-dən, yəni aralıqdan istifadə edəndə. Yaxşı, bəs desəydi ki, indi mən sizə sual verirəm. Deyək ki, burada dəyişək də ondan balaca uşaq. Bu necə edək? 20-dən balaca. D kiçikdir 10 və aşağıda da D kiçikdir 20. Bax, indi bunu yuxarıda yazsaydım nə olacaqdı? Kim deyər? Case'in qaydası var da burada.
Nə deyir? Nə deyir? Baxın. Uyğun gələn ilk tez işləyir. Yəni mən bunu birinci yazsaydım, 15 yaşlı bir uşaqdır da. Götürüb ona nə verəcəkdim? Yeniyetmə. Bəs 5 yazsaydım, yenə gözlətdi ki, bu birinci case'dir. Bu da yenə də yeniyetmədir. 5 yaz. Bizdə də belə olur da. Bəli. İlk şərt uyğun gələndə onu print eləyir. Şeydə 10 verəcək də körpəni. Bax 15-i verirəm. Yeniyetmə. 5 amma deyir. Çünki niyə görə birinciyə gəldi baxdı. Birinci ondan kiçiklərdir. Ondan kiçik olmadığına görə getdi ikinciyə baxdı. Amma halbuki ikisi də kiçikdir söhbətidir. Bax indi məsələn 15-i yazdı, nə verdi? Yeniyetmə verdi. 5-ə də verdi körpə. Tamam, mən bunu götürsəm. Bunu yəni Keylin əsas məsələlərindən. Bu şərt də ödənir. Əgər bu 5-dirsə. Fikir versin, bu da ödənir, bu da ödənir. İkisi də ondan da balacadır, 20-dən də balacadır da 5. Bunun əksini iddia edən varsa desin. İkisindən də balacadır. Amma gəlib baxacaq görə hələ birinci şərti yoxlayır. Baxır gör nədir? 5 yaşlı uşağa deyir yeniyetmədir. Yaxşı, 1 yaşında başa düşdüm 5 yaşlı proqramın başı xarab olub deyir yeniyetmə. 1 yaşlı uşağa nə deyir? Yeniyetmə. Olmadı axı. İfdəki kimidir. Elə bil ilk gələni düzgündürsə, görür bu şərt ödənir, deyir ki, mən daha o birisi kodlara baxmıram. Etməli verirəm çıx ki. Ona görə ardıcılığı düzgün qurmaq lazımdır. Birinci sən bunu yuxarıda yazmalısan, kiçikdən böyüyə doğru. Bir yoxlasın. Bax mən sizə aralıq demişdim, da belə bir şey demişdim. Mənfi, 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 mənfi. Məsələn, mənfi 1, sonra 0 gəlir. 0, müsbət 1, 2, 3, 4, 5 belə gedir. 12. Hə. Sən əgər məsələn demək istəyirsən ki, ondan balaca körpədir. Bu birinci belə yoxlayır. Əgər daxildirsə, belə götürəndə məsələn 12-dən də balaca deyəndə bura nəzərdə tutulur. Amma sən ondan balacalar körpə, 12-dən balacalar başqa ad deyirsənsə, əslində 11 ilə 12-yə bax, bunun ikisinə başqa ad demək istəyibsən. Və sən yəni iki şərtində ödənir. Ona görə birinci işləyəni qoyursan yuxarı, yəni bu ondan kiçikdir qoyursan yuxarı. Bu körpə buna desin. Yoxdursa əgər. Deməli ikinci dəfə yoxlayanda onsuz da bu hissədə yox imiş də. Birinci dəfə mən bunu yoxlamışam. Deməli buradakı rəqəmlərdən biri deyil. Yerdə bu qalır. Bu çoxluq məsələsidir. Çoxluğun birində bunlar var, birində bunlar var. Sənə vermişəm bir rəqəm, demişəm ikisinə də bax. Birinci buna baxırsan. Deyirsən ki, hə, yox, sənə verdiyin rəqəm yoxdur. Deyirəm, indi o birisinə bax. O birisi çoxluqda da budur. Yerdə, yəni bir dənə fərqləri budur da. Deməli, bu rəqəmlərə əsasən bilindi ki, nədir dəyər? Burada çıxartdığımız kod. İndi biz də birinci kiçiyi yazırıq ki, yuxarıda. Uşaqdırsa, birinci bura, yəni 11 ilə 12 sonradan baxacaqsın. Birinci uşaqdırsa, körpədirsə, buranı yoxla. Olmadısa, keçirsən böyüdən kiçiyə doğru, yenə yoxlayırsan, yerdə qalanlar əslində bizim işimiz budur. 13, 14, 15, 16, 18, 19, 20. Düzdür. Yəni, ondan kiçikləri yoxladı belə, mənfi sonsuzluğa doğru. Ödəmədi, sonra buradan yoxladı. Buradan yoxlayanda mən bilirəm ki, bax, özüm bilirəm, nə kodu yazan mən. Bilirəm ki, buranı yoxlamışam və nəticə almamışam. Buradan kiçiklər deyəndə bir dənə fərqi bura olur da. Bura uyğun gələn söz də hansıdır? Yeniyetmə. Məntiqi düzgün qurmaq lazım, strukturu düzgün qurmaq lazım. Sizin deməli dərs 21-in taskları. Bax bunu biz eləmişik. Uyğun həftə gününü. Bunu eləmişik. Hətta ikisini işləmişik, sadəcə eləyəcəksiniz. Kalkulyator var yenə burada. Sevimli kalkulyatorunuz var. Ay tapmaq var. Fəsil tapmaq var. Admin user buna elə PDF-də var. Görürsünüz, yəni bunları rahat edirsiniz. Maksimum 1 saat vaxt lazımdır buna. Ona görə təkrar edirsiniz. Klaviatura qısa yolları, if-else'lər, data tiplər, operatorlar nə keçmişik bir də baxırsınız və döngüləri rahat başlayır. Gələn həftədə inşallah. Bunlar asandır. Yəni bunlar sizin əlinizdə isə. Deyim olsa da bax.
Aydındır. Mənim